Bəzən elə bir insanlara rast gəlirəm ki, görürəm günah edirlər, səhvə yol verirlər. Onlara deyirəm ki, bəs olmaz da, bu günahı eləmək olmaz, bu yalanı danışmaq olmaz, bu səhvi demək olmaz. Bəs Allah bizə onları qadağan edibdir. Bəs Allahın əmrlərinə tabe olmaq lazımdır ki, günahlardan, haram yoldan, haram qazançdan, pis əməllərdən uzaq olasan. Bəs namaz qılmaq lazımdır. Namaz deyən kimi deyir namaz qılıram da. Bax, diqqətlə baxın. Deyir namaz qılıram. Deməli bu adam belə başa düşürmüş ki, hər bir pis əməl eləmək olar, hər bir səhv eləmək olar, günah eləmək olar. Onları namaz yuyur. Gedir namaz qılır. O namaz onların səhvlərini yuyur. Bax, elə adamlar da var. Başa düşmürlər ki, namaz qılmaq hər şeyi həll eləmir. Namazı qılan insan gərək Allahın əmrlərinə tabi ola və Allahın əmrlərini layiqincə yerinə yetirə. Yəni namaz qılan insan yalan danışmamalıdır, oğurluq eləməməlidir, kimsə haqqını yeməməlidir, günah eləməməlidir, pis əməllərdən, pis işlərdən uzaq olmalıdır, pis fikirlərdən uzaq olmalıdır. Bu insanların namazı qəbuldur Allah tərəfindən, çünki Allah özü elə deyir. Əməl salih və ibadətçi insanlar Allahın dostu sayılır. Çox təəssüf ki, bəzi adamlar bunu bilmir. Elə bilirlər ki, namaz qılmaq hər şeyi düzəldir. Özdə namazı da bilmirlər necə qılmaq lazımdır. Oradan buradan götürüb örgənib namaz qılırlar. Bir də var özü oxuya Quranı. Başa düşə, elmli insanlara yaxınlaşa, hafiz insanlara yaxınlaşa, ondan təlim ala, dərs ala. Bilərsən ki, bu adam düzgün namaz qılır və düzgün də yoldadır. Bax, belə insanlar da var. Özlərini düzgün sayırlar və şeytan da bunları arxaya salır. Sən düzgünsən, sən namaz qılırsan və salam, get nə iş görsən gör. Hər şey sənin üçün əladır. Bax, şeytanın da vəsvəsəsi insanı yoldan azdırır və vəzifəsi də elə insanları Allahdan uzaqlaşdırmaqdır. Çalışın şeytandan uzaq olun, çalışın Allah'a sığının və elmlə məşğul olun, dini elmlə məşğul olun, düzgün elmlə məşğul olsanız artıq hər şeyi siz görəcəksiniz ki, haqq nədir, nahaq nədir. Allah hamımıza hidayət versin, Allah bizi doğru yola yönəlsin. Soruşanda da ki, qardaş, namaz qılırsan, göstər görək necə qılırsan namazı? Bizə başa sal görək necə qılırsan, nə sözlər deyirsən? Baxırsan ki, batil hərəkətlərdir, bidət hərəkətlər var orada, sözlər var orada. Peyğəmbərimizin bizə verdiyi namaz yoxdur orada. Peyğəmbərimizin bizə göstərdiyi yol bu adamda yoxdur. Deməli, bu adamın namazı da düzgün deyilmiş. Eyni əməlləri kimi. Amma buna elə gəlirmiş ki, bu düzgündür. Namaz qılır, düzgün də əməldədir. Bilmədən özünü salıb uçuruma. Ona görə ki, elm almayıb, dini elm almayıbdır. Mən həmişə deyirəm, indi yadınıza salıram. Elmlə gücləndirməsən imanı, şeytana dost edər elmsiz iman. Mütləq elmli insanlarla oturtmaq lazımdır. Dini hafiz dostlar var, kardeşler var, onlara yaxınlaşmaq lazımdır. Kur'an'ı ərəb dilində Qədr gecəsi Allah nazil edib, elə ərəb var ki, öz kitabını öz dilində oxuya bilmir. Oxusa da belə başa düşmür. Ona görə ki, Quranda yazılan ərəb sözləri qədimi sözlərdir. Nəsə ki, türklər anaya ənə deyirlər, ataya baba deyirlər, gəliyorum, gediyorum, belə danışırlar, amma qədimi türk dili elə olmayıb axı. Gəlirəm, gedirəm, ata, ana, əmi, belə olubdur sözlər. Bax, eyni də ərəblərin indiki sözü o qədimi sözündən uyğun gəlmir. Ona görə hafiz insanlara yaxınlaşmaq lazımdır. 70 ilin Kur'an'ı oxuyan ehtiyatı danışır ki, birdən səfə yol verər. İndi kimi dindirsən Kur'an'dan əzbər danışır, məhətlər qalası işdir. Hamı da deyir Allah'ı sevirəm. Kimi dindirsən deyir Allah'ı sevirəm, kimi dindirsən deyir mən namaz qılıram. Bəs o da bu pis əməlləri kim görürmüş belə? Bəs bu bidəti batil hərəkətləri kim yayılmış belə? Və bu İslamı
kim gözdən salırmış belə? Diqqətli olmaq lazımdır. Allah hər şeydən xəbərdardır. Kimin yanlış yolda olmasını da bilir Allah. Kimin doğru yolda olmasını da Allah bilir. Allah hər şeydən xəbərdardır. La ilahe illallah. Yaxşı olar ki, elmlə məşğul olun. Elmlə düzgün məşğul olsanız İslamı dərk edərsiniz. İslamda əxlaq, tərbiyə və düzgün yol var. Allah sizə kömək olsun. Allah işlərinizi xeyri və bərəkətli eləsin əziz dostlar. Çalışın. Diqqətli olun.